Salamlar və sayğılar dəyərli bacı qardaşlarım. Neçə gündür məndən direktdə Güney Azərbaycanda və Güney Azərbaycanın batısında, Azərbaycan qərbidə Kürd və terror məsələsini soruşursunuz. Sizə deməm lazım ki, biz bunu farklı şəraitdə, farklı zaman dilimlərində bunu dəyərləndirməmiz lazım. Bizim son 100 ildə 2 dənə bu mövriddə o gözə çarpan məsələmiz olub. Birisi Simitko məsələsidir. Birisi də ki, Sulduz, Urmiyə və digər şəhərlərdə Molla Həsəni və Güney Azərbaycan gəncliyinin gedib oranı terrordan təmizləməsidir. Simitko məsələsində bizim Urmiyədə, Səlmasda, Xoyda öz millətimiz çox rəşadətcasına, çox güclü şəkildə difa ediblər. Bilirsiniz, o Balazərxanın məsələsi, xanımlar, ağalı şəhərlərimizdən difa ediblər və həm Kürd terroruna qarşı, həm ermənilərin saldırısına qarşı və ən sonda Osmanlı əskərləri Ənvər Paşanın başkanlığında gəlib və bizim şəhərlərdə bizə yardımcı olublar. Bu cilovluq məsələsi. İkinci məsələdə bilirsiniz, inqilab olduğunda Azərbaycanın şəhərlərində mərkəzi güc düşdüyündə terror örgütləri Sulduza, Xanaya və Bəykəndinə, Urmiyəyə saldırmaq istədilər ki, o zaman ərteş və sipah olmadığı üçün Molla Həsəni və Azərbaycan qərbinin bir çox cavanları silah alıb, gedib orada terror örgütlərini darmadağın edib Sulduzi, Urmiyəni və yolda olan tüm şəhərləri, kətləri, Məhəmmədyar, Xana bunları təmizlədilər. Bu gün də baxın, əgər sistem mərkəzi vardı, sipah və ərteş hüquq alırlar neçə ildir, gedib difa edəcəklər. Biz də öz şəhərlərimizdən difa edəcəyik. Onlar da savaşacaqlar. Əgər sistem mərkəzi, yəni İran rejimi düşübdürsə, bizim 18 yaşdan üstə tüm gənclərimiz əllərinə silah almanı bilirlər. Çünki sərbaz gediblər, çünki silahlar necə işləyəcəklər bilirlər və padiqanlar və bilməm, kəlantarlar hamısı doludur əsləhəni. Ki o zaman əsləhələri alıb və terrorlara qarşı öz şəhərlərimizi, öz namusumuzu qoruyacağıq. Və bu anda əgər qüdrət mərkəzi yoxdur, tabii ki, qardaşlarımız Türkiyə də bizə yardım edəcəklər. Bizə silahlar, bizə əskər, bizə İHAlar, pehbadlar, silahlı pehbadlar, şinasai pehbadları ixtiyarımızda olacaqdır. Yəni bunu qorxuya gərək yoxdur. Sadəcə buna amadəliyimiz olması lazım. Siz dəyərli gənclərə özəlliklə deyirəm ki, quruh-quruh öz məhəllələrinizdə, öz kətlərinizdə, öz şəhərlərinizdə birləşin, dostlarınızla birlikdə olun, amadə olun. Necə silahlanacaqsınız, buna da hazır olun. O günü mən də orada olacağam və birlikdə savaşacağıq və vətənimizi, torpaqlarımızı qoruyacağıq. Çox sağ olun. Nə mutlu Türküm deyənə.